الله أكبر الله أكبر الله أكبر الله أكبر أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر لا إله إلا الله Onlara geçtiği dönüş yoluna, arkasından gelen nesle gururla ve fəxrlə bəhs edir. Bizim xalqımızın tarixine nəzər salsaq, biz təcavüzkar bir xalq kimi heç bir zaman yaşamamışıq. Əksinə, hücuma məruz qalan, torpaqları zəbt olunan, əhalisi yurdundan, yuvasından qovulan xalq olur. Vətənimizin dəyərini bilməliyik. Sahabələrdən hamımızın tanıdığı məşhur Ömər ibn Xattab radiyallahu anh deyir ki, vətənin qədir və qiymətini bilmək önəmli bir məsələdir. Çünki o vətənin içərisində yaşayanlar onu abad edir. Qovularsa onu xarabaya verir. Baxın, 30 il biz Qarabağdan kənarda qaldıq, düzdür? Geri qaydanda bir dənə əgər üstə minarə tapmadıq, biz yox. Bir dənə salamat məscid yoxdur. Bir dənə salamat ev yoxdur. Demək olar ki, hamısını dağıtmışlar. Viran qoyurlar biz. Hər kəs şəhidləri fərqli şəkildə anılır, xatırlayır. Amma gəlin biz baxaq, Allah subhanahu wa ta'ala şəhidlər haqqında nələr deyir? Öz kitabında Allah-u Teala şəhidləri necə xatırlayır? Gəlin ona baxaq, qardaşım. Hamımızın məşhur bildiyi bir surə var. Bəlkə də əksəriyyətimiz bunu əzbər bilir. Bəqərə surəsinin 154-cü ayəsi. Allah-u Teala buyurur ki, Allah yolunda öldürülənlərə, yəni şəhid olanlara ölü deməyin. Onlar diridirlər Allah qatında. Lakin siz bunu dərk etmirsiniz. Yenə Ali İmran surəsinin 157-ci ayəsi. Allah-u Teala deyir ki, əgər Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın sizi bağışlaması, rəhm etməsi şübhəsiz ki, kafirlərin dünyada topladıqları şeylərdən, sərvətdən daha xeyirlidir. Və yenə Ali İmran surəsi ardlarındadır, 170-ci ayət. Allah Teala buyurur ki, onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi neymətə, şəhidlik rütbəsinə sevinir. Arxalarınca gəlib, hələ özlərinə çatmamış, şəhidlik səadətinə hələ nail olmamış kəslərin ahirətdə heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şahidlik edir. Bu ayələr çoxdur qardaşlarımız. Şəhidlik ölümün zirvəsidir əzizlər. Və baxın, İslam tarixinə Allah yolunda canından keçən nə qədər şəhidlər var. Allah Resulü s.ə.v deyir ki, əhl əyalını qoruyarkən vəfat edən şəhid.
torpağına, evinə, yurduna hücum edən kəslərdən onu qoruyan şəhiddir. Bu sıralamanı uzada bilərik, dostlar. Amma biz unutmayaq ki, bugün bizim torpaqlarımızı əlimizdən alanlar üçün vuruşan övladlarımız canından keçib şəhid olur. Nə qədər bizim tanıdığımız o döyüşdən yaralı gələn, hələ də müalicə olunan qazilərimiz var. Bugün Allah həmd olsun ki, o torpaqlarda, o diyarlarda əzanlar verilir, salahlar olunur, ibadətlər olunur, dualar edilir. Bizim üçün böyük bir nimət. Bunu biz unutmayacaq. Allah Subhanahu taala necə ki bizə şəhidləri xatırladır, biz onları unutmuyuq, çalışacağıq xatırladaq və özümüzdən sonraki nəslə çatdıraq və Allahdan dua edək. Deyək ki, Allahım, sən bizim öncəliklə vətənimizə və millətimizə əmin amanlıq nəsib et. Bu diyarı, bu yurdu əmin aman et. İçərisində yaşayan xalqa hidayət ver. Minarələrimizi əzansız buraxma. Bizi əxlaqdan, dindən, imandan heç bir zaman ayırma və bizlərə həqiqi mənada iman etmiş bir şəkildə lazım olarsa, döyüş olarsa, o döyüşdə şəhid olmağı da nəsib edir. Bu bizim ən böyük arzularımızdan biridir. Çünki şəhidlərə verilən neymətlər çoxdur, qardaşlarım. Vəfat eləyən heç bir kimsə bu dünyaya qayıtmaq istəməz. Amma şəhidlər deyir ki, Allahım, sən bizi geri qaytar, biz yenə vuruşaq sənin yolunda, yenə təkrar şəhid olaq. Bu böyük mərtəbə. Allah hər bir arzusunda olan insana onun yolunda, Allah yolunda şəhid olmağa nəsib etsin. Dəyərli qardaşlarımız, bu bir həqiqətdir ki, ömür bir göz qırpımında gəlir keçir bizim əlimizdə. Amma ömrü yaşamağın metodlarını və yollarını biz hardan öyrənirik? Allahın kitabından və Allah Resulü sallallahu aleyhi və səlləmin yaşanmış olduğu yolu olan sünnəsidir. Biz bunu unutmayacağız. Unutmarıq. Bakın Allah Resulü sallallahu sağ ikən, həyatda ikən onun sahabələri bu dinin ayaqda qalması üçün hər şey verir. Biz burada oturanlar əksəriyyətimiz sahabələrin çoxsunu tanıyırıq. Düzdür mü qardaşlar? Gələcək söhbətlərimizə belə bir inşallah planımız var ki, sahabələr haqqında məlumatlar verək və onları tez-tez xatırlayaq. Mən Həyat-ı Səhabəni İbn Kəsir Rahmanullahın Əl-Bidayə və Nihəyə adlı əsəri var. Orada çox gözəl mövzulara toxunur alim. Bir dənə nüans deyəcəm indi. Hamımızın tanıdığı məşhur səhabə və hədis rabisi var. Əbu Hureyra radiyallahu anh. Əsl adı Abdurrahman ibn Saxırdır. Amma İslam tarixində Abdurrahman ibn Saxır kimi yox. Əbu Hureyra kimi tanınır. Ən çox hədis rəvayət edən səhabə. Sadəcə açın həyatını oxuyun. Bu insanın səhabələr içərisində mal-mülk məsələsinə gəlsək, heç nəyə olmayan biri olur. Yəni, demək olar ki, ən kasıb səhabə olur. Əshab-ı Suffada, yəni Məscid-i Nəbəvinin yanında xurma liflərindən hazırlanmış çardaqda yaşayır. Bütün gününü Məscid-i Nəbəvidə Allah Resulü'nün yanında keçirir, iman etdikdən sonra. Heç bir şey olmayıb mal dövlətin əvəzində. Səhabələr deyir ki, vaxt vardı ki, biz onu acından mədəsinə daş bağlamış halda özündən getdiyinin şahidi olalım. Acından özündən gedib. Amma istiqrarlı, sabitliyi, çalışqanlığı sayəsində bugün onun arkasından milyardlarla insan qiyamətə qədər bilməyib nə qədər insan olacaq və qiyamət nə vaxt qopacaq
onun adını çəkib, An Əbi Hureyra radiyallahu anh deyib, yəni Əbu Hureyrədən rəvayət olunur ki, deyib, Allah Rasulü sənin hədisini oxuyur. Və onun həyatını tətbiq edir o hədisi. Allah Subhanahu Taala'nın o şəxsə, Əbu Hureyra vermiş olduğu savaba baxın, qardaş. Yəni bizlər bəzən Allah Subhanahu Taala'ya dua eləyəndə deyirik ki, Allah, sən mənim halımdan xəbərdarsan, sən bilirsən ki, mənim sənin yolunda xərcləyəcək malım və mülküm yoxdur. Amma mən də istəyirəm ki, Allah yolunda çalışım. Qardaş, Allah yolunda çalışmaq üçün, Allah üçün nəsə etmək üçün mal və mülkün olması vacib deyil. Olması gözəldir. Bütün salah, yəni namaz haqqında, salah haqqında keçən ayələrin yanına baxın. Allah Teala nə deyir? Əqimus salata və atuz zəkat. Salaha bunu zəkat verir. Bəqərə surəsinin ilk ayələri var. Quran-ı Kərim açanda Fatih surəsinin yanındadır. Əlif Ləm Mim deyə başlayan hissəsi var. Nə deyir Allah Subhanahu? Əlif Ləm Mim Zəlikəl kitabu la raybə fîh hudən lil-muttəqin ellezîne yu'minûne bil-gaybi və yuqîmûne's-salâte. Sonra və mimmə razaqnâhum yunfiqûn. Qardaşlar, mömin sifətlərindən və mimmə razaqnâhum yunfiqûn. Və sözə diqqət edin. Mimmə o şeydən ki, razaqnâhum. Mahmud Allah'ın da deyir ki, sizə verdiğimiz, sənin deyil o, sizə verdiğimiz bizim deyən. Biz elə bilirik ki, bizdə olan bizimdir. Deyil, qardaş. Vallahi deyil. Bizdə olan bizim deyil. O bizə müvəqqəti verilir. Allah Subhanahu Taala'nın mal mülkün sahibi olur. Məlikul mulk deyil, onundur. Bəli, qardaş, mən razıyam, haqlısınız. Allah mal mülk sahibinə böyük savablar verir o vaxt ki, onu onun yolunda xərcləyərsə. Onu heç vaxt kasıb yaşatmaz. Onu möhtac qoymaz. O verdiyinin qat-qat artığını geri qaytaracaq ona. Çünki Quran-ı Kərimdə ayə var. Hamımız bilirik. Fi kullu sümbilətin mi'ətu habbə deyir Allah Subhanahu. Hər bir sümbüldə, biz ona başaq deyirik də. O başaqda hər birində deyir, mi'ətu habbə, 100 dənə var deyir. Yəni sən deyir, bir dənəsini deyir, verdiyin zaman birinin içindən birini, bir ədəd, o buğdanın birini sən verəndə sədəq olar. Allah Subhanahu deyir, 7 başaq sümbül və onun dərəsində 100 dənə olmaqla və daha artıq sənə qarşılığını verir. Yəni 700 misrini verir. Belə bir ticarət hesabda yoxdur. Belə bir gəlir heç bir ticarətdə yoxdur, qardaşlar. Niyə? Çünki sən ticarəti birbaşa aləmin Rəbbin edirsən. Ondan da çox sənə kimsə verə bilməz. Ondan da adil kimsə ola bilməz. Bəli, elhamdülillah. Allah biz dua ilə nə deyirik? Rabbənə ətinə fid-dünya həsənə. Allah bizə bu dünyada xeyir verir. Allah hər birinizə xeyir versin, qardaşlar. Amma içimizdən Allah yolunda malı və mülkünü xərcləməyə imkanı olmayanlar deməsin ki, biz geri qalırıq. Geri qalmır. Niyə geri qalırıq ki, qardaş? Allah yolunda çalışmanın mal və mülkdən savaya başqa yolları da var. Kimisi duası ilə möminlərə çalışar. Kimisi möminlərə gözəl rəftarla çalışar. Xatırlayırsınız, Allah Resulü s.ə.v 3 gün ard-arda deyir ki, indi məscidə bir nəfər daxil olacaq. O cənnətlikdir. Üçündə də eyni adamın gəldiyini görən səhabələrdən birisi, sonra gedir adamın yaxınlaşır, mən deyir, evdə valideynlərimlə problem yaşamışam, mən evdə qonaq saxlayarsan, bir əlbəttə ki, gəl. Baxış ki, qardaş, bu adamın qeyri-adil, ultra nəsə bir üstün bir ibarəti yoxdur. Normal vaxtında ibadətlər edir, normal hamının rutin zikirləridir. Yəni artıq saatlarla qiyam-ül-leyldə dursun, uzatsın duhanı və ya gündüzləri olsun, gecələri oyaq falan, bu şeylər yoxdur. Üçüncü gün sonunda yaxınlaşdır, qarşı ki, haqqı halı və mən deyirsə, doğru söz söyləmədim da, mən bir valideynlərin problemi yoxdur. Sadəcə 3 dəfə
Rasulullah sallallahu aleyhi ve sellem ki, indi yanınıza cənnət əhlindən biri gələcək, üçünə də sən gəldin. Yəni, mən də istədim ki, baxım, sən hansı əməlin sahibisən ki, mən də onu edeyim, mən də cənnətli olum. Deyir, bu gördüyündənsə artıq heç bir şey eləmirəm. Amma deyir, mən deyir, qəlbimdə heç bir müsəlmana qarşı da nə həsəd, nə kim bəsləmirəm. Əksinə onlar üçün doymur. Bütün müsəlmanlar. Demək ki, əziz qardaşlar, bizi sadəcə və sadəcə bu qəlbimizi möminlərə və müsəlmanlara qarşı düzəltməyimizlə cənnətə getməyimiz mümkündür. Biz bunu bacara bilərik. Kim nəyə can atırsa, Allah nəsib edir. Allah verəndir. Allah kəsən deyil, artırandır. Azaldan deyil, çoxaldandır. Zalim deyil, adildir. Unutmayın bunu, qardaşlar. Bugün biz çalışaq ki, Allah yolunda əlimizdən gələni eləyək. Ya nəsə eləyək. Şərt deyil ki, kimsə desin ki, mən imkanım yoxdur, pul verə bilmirəm, malım azdır, özüm kasıram, özümün ehtiyacım var. Qardaş, Allah hər şey qadirdir. Hamının ehtiyacını təmin etməyə gücü çatan yeganə Allahdır, qardaşlar. Bitti. Biz bir müsəlmana bir təbəssüm eləyə bilərik, salam verə bilərik. Onun halının xətrini soruşa bilərik. Bu ki, pulla deyil, qardaşlar. Bunun üçün pul tələb olunmur. Bunu bazarmaq lazım. Bunun üçün çalışmaq lazım. Bunu eləmək lazım. Amma keçən cümə, xatırlayırsınızsa, burada dedim ki, bizim məhsulun tostoranı yox. Allah razı olsun, bu cəmatımızdan. Tostoran artıq behi verilir, sifariş olunub gəlir. Elhamdülillah. Hamısı bu cəmatın sayəsində. Bu cəmatın bərəkəti. Bütün görülən işlər, bu məsciddə təmir, tikinti, bərpa, hər şeyin təməlində bax bu cəmat durur. Burada çalışan işçilərin, bax işığın, subhanallah, işıq minimum elədiyimiz 1700-1800 manat var. Qazı həmsin, suyu həmsin, hamısını bizim Allah razı olsun cəmatımızdan cəmat edir. Bu keçən səfər yardımlardan danışdım, onu kim edirlər? Mən eləmirəm, bunu. Bunu cəmat edir. Bu gün mən varam, qardaş, sabah yoxam. Amma cəmat, Allah bərəkət versin, Allah bu cəmatı daim eləsin, bu cəmat həmişə var olsun burada. Çünki məscidə dəyər verən, əzizlərim, daşı, divarı, lüstru, xalçası, bu mikrofonu deyil, cəmahatıdır. Yəni, bu cəmat olmayandan sonra bunlar nə mənası var? İstifadəsiz qalacaq, sonra da xarab olub gedəcək. Mikrofon dedim, keçən səs sistemini də xatırlatmışdım. Axır ki, bugün səhər saatlarında bəlli oldu ki, bizim səs sisteminə 4320 manat borcumuz var. İş də gedir bu dəqiqə. Yəni, tam hazır deyil. Olar ki, səsdə qopluqluq falan olsa, bunu bugün üzrdə hesab edin. Çalışacaq ki, gələn cüməyə qədər tam hamısını bitirək. Bunların və bu 4320 manat 10.000 veriləndən sonra qalba, yəni. Onu da cəmaat verir. Yəni, bu işlərin hamısını görən bu cəmaatdır. Biz bunu deyərkən, elan edərkən, bu cəmaatın öncəliklə onlardan nəsə kömək istəməmişdən qalan, biz onlar üçün dua istəyirik sizdən. Ki, gəlin, dua edək, Allah subhanətə bütün məscidlərə və ən əlxüsus Qoraqçur məscidin cəmaatının əhlinə, ailəsinə, malına və mülkünə bərəkət versin. Və Allah bu cəmaatın bu məscid üçün etdiyi əməllərinin qarşılığını fani olan bu dünyadan daha üstün, əbədi olan ahirətdə qat-qat onlara qaytarsın. Biz, qardaşlar, birlikdə güclüyük. Hər şey birlik və bərabərliklə əldə olur. Allah bizim birliyimizi, bərabərliyimizi ayırmasın, qardaşlar. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu. أعوذ بالله من الشيطان الرجيم
بسم الله الرحمن الرحيم إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم صل وسلم على نبينا محمد الله أكبر الله أكبر الله أكبر الله أكبر أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح الله أكبر الله أكبر لا إله إلا الله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله أما بعد فيا عباد الله اتقوا الله واطيعوا إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في محكم كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون صدق الله العظيم. Muhterem Müslüman kardeşlerim, Allah Teala'nın bizlere bəxş olduğu en üstün ve en değerli nimet iman nimetidir. Bu nimet Allah'ın sevdiği bendelerine bəxş ettiği dünya ve ahiret hayatımızı tenzimleyen ve bizi ebedi hoşbəxtliğe aparan yegane nimettir. Çünkü bizler Allah'a ve ahiret gününe iman etmiş. Biz Allah'ın Resulünü onu görmeden iman getirmişik, kabul etmişik. Biz tövhid ettik. La ilahe illallah Muhammedur Resulullah diyen bir kavmi. Allah'ın ayetleri okuyanda kalbi titreyen insanlar. Hutbenin evvelinde okuduğum ayette Allah-u Teala bize muhteşem bir kitabla emrediyor. Ey iman getirenler! Allah'tan hakkıyla korkun ve ancak Müslüman olarak ölün. İman ehli olarak bu dünyadan köçmək şərtdir kardeşler. Çünkü hayatı boyu yalnız ve yalnız imanla yaşayan bir insana güzel sonluq nəsib olur.
Quran-ı Kerimdə bizdən əvvəlki ümmətlərin duaları içərisində ən məşhurlarından biri də onlar Rəblərinə dua edib deyərlər ki, Allahım bizi müsəlman olaraq öldür. Və təvəffənə minəl müslimin Quran ayəsi. Biz iman edirik. Bizdə lazım olması önemli olan bir neçə sifətlər və xislətlər vardır ki, bunlardan da biri həyadır. İman əhli həyalı olmalı. Müsəlman həyasını qorumalıdır, qardaşlar. Hansı mövzudan istəyirsiniz, başlayın. Biz gedirik buradan Rasulullah sallallahu aleyhi ve sellemin şəhərində Mədinə-i Münəvvarada olan məscidini ziyarət edirik. Qeydiyyatdan keçirik ki, keçən Ravzada Allah Resulü sallallahu minbəri ilə mehrabının olduğu yerdə 2 rükət salat qılır. Düzdür mü qardaşlar? Dua edirik. Ora Allah Resulü'nün dəfn olunduğu bir məsciddir. O vəfat edir. Biz Allah Resulü sallallahu aleyhi ve sellem'in qiyamət gündə üzdə gələcək. Hər şeyin açığa çıxacağı bir gündə Allah Resulü sallallahu aleyhi ve sellem'in üzünə baxacaq üz varmı bizdə? Və ya sonra oradan gedib Allah Resulü sallallahu aleyhi ve sellem'in Məkkəyə gedərkən ehrama girdiyi Zülhəleyfə miqatından ehram giyirik və gəlirik yer üzündəki ilk tikilmiş ev olan haqqında İbrahim Aleyhisselamın Allah'ın buranı əmin aman et deyə dua etdiyi Məkkəyə və Kəbəyə. İki parça var əlimizdə ehram. Başqa hiçbir şeyimiz yok. Allah'ın evine lebbeyk, Allahümme lebbeyk diye girip Allah'ım emret senin huzuruna geldim diyerken o evin sahibiyle aramızda olan münasibeti gelin gözden geçirelim. Çünkü bunun hesabını vereceğiz biz. Biz Allah'ın Resulüne layıklı bir ümmet olabilmişiz mi var? Biz özümüz Allah'a layıklı bir ben değiliz. Çünkü bir insanı əzizlərim, özündən daha yaxşı tanıyan yalnız və yalnız Allah subhanahu wa ta'ala. Yəni biz yaxşı bilirik biz kimi. İstər Məkkədə, istər Mədinədə, istərsə də bu məsciddə və ya digər məscidlərdə fərq etmir. Harda olsaq Allah bizi görür, eşidir və bilir. Həya önemli məsələdir qardaşlar. Hamını Allah'a bilərik biz, amma Allah'a Allah'la mümkün deyil. Bu həyası olmayan insanlar tarix boyu olur. Ona göre Resulullah sallallahu aleyhi ve sellem ne deyir? İzə ləm təstəhi fəsnə' mə şi'te. Eğer senin həyan yoktursa, ne istəyirsən et. Edirlər qardaş. Gəlib şəhidlər xiyabanında bizim şəhidlərimizi də təhqir edirlər. Gəlib bizim məscidlərimizin içində Allah'ın evində oturan insanlar da təhqir edirlər. Savab qazanmaq xatirinə birinci səhvdə çiyin-çiyinə duran qardaşını belə qəlbini qırıb sənin yerin yoxdur, keç arxada dur deyən insanlarımız belə var. Və yaxud da ehtiyacını bildiği halda, onun köməyə ehtiyacı olduğunu bildiği halda, çətinlikdə olduğunu bildiği halda, o gəlsin mənə özü desin, ondan sonra ona kömək eləyərəm deyən içimizdə insanlar var. Bu dindən uzaq əməllərdir. Həya yaxşı şeydir insanda. İnsan qorumalı uzabır həyasını. Bizdən əvvəl yaşayan kişilər necə yaşayıb bu dini? Allah Resulü s.ə.v necə yaşayıb bunu? Onun arkasından gelen sahabeler, tabiun, etbe-i tabiun necə yaşayıb bu dini qardaşlar? Var mı tarixdə bir delil ki onların həyasızlığını bize göstersin?
əxlaq önəmlidir, qardaşlar. O dövrün kişilərində ən önəmli şeydir həya. Səhabəni üzünə söyən müşrikə susub cavab verməyən Əbu Bəkr radiyallahu anh Allah Rasulun yanındaydı orada. Amma açıb bir kəlmə cavab verən kimi Allah Rasul üzünü döndərib gedir. Sonrasında nə deyir? Deyir, sən sustuğu müddətcə mələklər onun cavabını qaytarırdı. Sən ağzını açsan kimi mələklər dağıldı, mən də oranı tərk elədim. Onun sonrasında bir daha heç bir münaqişəyə girməyən bir səhabədə var. Həzrət Əli radiyallahu anh üstünə döyüşdəykən tüpürdüyü müşriki öldürmür ey qardaş. Deyirsiniz ki, burada mənim nəfsim girib oldu. Biz haralardan haralara gəldik əzizlər. Bizim gəlin özümüzdən danışaq. Özümüzdən danışmaq istəyirsiniz, gəlin özümüzdən danışaq. Bizim ata-babalarımıza gəlin burada. Bu torpaqda və bu diyarda yaşayan necə abırlı, həyalı kişilərin və qadınların olduğunu unutmayın. Açın, araşdırın, xahiş edin. Açın, baxın tariximizə. Görün, necə insanlar olub bizdə. Bu məmləkətdən yetişən hədis alimləri olub, İslam alimləri olub. Amma biz bugün buraxın Allahın və Rəsuluna üst və pik səviyyədəki həyamızı nümayiş etdirməyə. Biz Allahın yaratdığı bəndəsinə, özümüzdən kiçiyinə və ya özümüzdən böyüyünə o tərbiyəni, o əxlaqı, o həyanı göstərməkdə çətinlik çəkilir. Nəfs imkan vermir. Şeytan bizə vəsvəsə verir. Qurtula bilmirik biz bundan. Və hara gedirik bundan biz qardaş? Ona görə ilk növbədə dəyərli qardaşlar, haradasa bir qüsur görüb onu düzəltmək istəyirsənsə, dur, dayan, birinci özünü düzəlt. Özümüzdən başlayacaq islaha. Biz ilk öz nəfsimizi tabi eləyəcəyik. Çünki və innən nəfsələ əmmaratun bis-sudir Allah Subhanahu nəfs şübhəsiz ki, pisliyi əmr edəndir. Birinci onun qabağını alacaq. İlk sərhəddi, ilk səddi nəfsin qabağına çəkəcək. Onu cilovlayacaq, özümüzü toparlayacaq, ondan sonra keçib başqalarına nəsiyyət edəcək. İslam budur, qardaş. Həyadan uzaq bir din yoxdur. Həya ilə bircə yoğrulmuş bir İslam var, unutmayın. Kim bu dünyada vallahi nəyə can atırsa, Allah Subhanahu nəsib edeyim. Kim ki Allahın ayələrini oxuyarkən gözündən yaş axırsa, alnını səcdəyə qoyanda Allahım, mən sənə sığınmışam, səndən istəyirəm, səndən başqa mənim kimsəm yoxdur deyə səcdə etdiyi yeri göz yaşı ilə ısladırsa, acizliyini dərk edirsə, hər şeyin ona Allahdan bəxş olunduğunu həqiqi mənada anlayırsa, o zaman özünü tanımış və özünü həqiqətin islah yolunda çalışmış birisinə çevirmiş olur. Özümüzdən başlayacaq. Bizim haqqımız yoxdur kimsə mühakimə etməyə. Hakim Allah. Bizə Allah Subhanahu izin verməyib ki, kimin haqqında sözən edəyək. Araşdırın deyib Allah Subhanahu. Ayə var buna. Allah'ın Resulü sallallahu aleyhi ve sellem müminlərdən üz döndürməyə əmr etməyib bizə. Müminlərə yumuşaq davranmağa əmr edib. Özü də o cür davranır. Odur ki, xahiş edirəm bir müsəlman qardaşınız kimi Allah yolunda Allahın və Rasulunun bizlərə göstərdiyi şəkildə olur. Ələ innə əhsənə kələm və bilə'l-nizam kələmullahi l-məcid əllər və izə qul'əl Qur'an istəmi'u lək və ansitu l'anləkum turhamun. Elhamdülillahi hamdan kamilen ve salatu ve selamu ala Resulina Muhammedin ve ala alihi ve ashabihi ecma'in.
الشان شر صفي فقال عز وجل من قائل مخبرا وآخرا إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليما اللهم بارك خلفاء الراشدين أبي بكر عمر وعثمان وعلي وعلى بقية الصحابة والتابعين رضوان الله تعالى عليهم أجمعين. الله أكبر الله أكبر الله أكبر الله أكبر أشهد أن لا إله إلا الله أشهد أن لا إله إلا الله أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله حي على الصلاة حي على الصلاة حي على الفلاح حي على الفلاح قد قامت الصلاة قد قامت الصلاة الله أكبر الله أكبر لا إله إلا الله. Değerli kardeşlerim, səhvlərimizi düzəldək. Allah'ın rəhməti, bərəkəti cümlə üzərində olsun. Xəstə olanlar üçün dua ilə Allah Subhanahu taala bütün xəstələrə şəfa versin. Sıxıntısı olanlara dua ilə Allah Subhanahu taala hamıya yardım eləsin. Borcu olanlara gözəl bir şəkildə öz borclarını vəfat etmədən qaytarmağı nəsib eləsin. Və bu dünyadan köçən bütün müsəlmanları Allah Subhanahu taala qəbr əzabından mühafizə etsin. Allahu Ekber. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sıratal müstakîm. Sıratal lezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. اذكروني أذكركم واشكروا لي ولا تكفرون. يا أيها الذين آمنوا استعينوا بالصبر والصلاة إن الله مع الصابرين. ولا تقولوا لمن يقتل في سبيل الله أموات بل أحياء ولكن لا تشعرون. الله أكبر. سمع الله لمن حمده. الله أكبر. الله أكبر. الله أكبر. الله أكبر. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين.
سمع الله لمن حمده. الله أكبر. الله أكبر. الله أكبر. الله أكبر. السلام عليكم ورحمة الله. السلام عليكم ورحمة الله.